vidaları yığışdırmağa, buranı tam təmiz yığışdırmalıyam da. Yəni baxmayaraq ki, bura remontlu otaqda yola verdə olmaz. Çünki patoloku ağ boyayacaqlar. Onun altında toz qalsa necə olacaq? Ona görə oranı qəşəng təmizləməliyəm, yeri təmizləməliyəm. Heç nə qalmamalıdır ki, yerə də o əgər sabah bitirsələr emosiyanı patoloka vurub, polunu vuracaqlar. Polunda altı belə olmamalıdır, tərtəmiz, dümdüz olmalıdır. Ona görə buranı adi ev kimi, adi otaq kimi tərtəmiz təmizləməliyəm. Allahın izni ilə başlayıram işə, görək necə olacaq. Var ki, işim bitdi. Bir dənə patoloku silə bilmədim. Qolum çox ağrıdı. Onu saxladım Ruslana. O qara şeyi sildim. Aşağıdaları. Televizor taxan. Onu sildim. Pəncərələri bilmirəm, düz elədim, səhv elədim, amma sildim. Pəncərələrin qırağına da ağ emulsiya vurulacaq. Oraları da sildim. Yerlərin də tozunu tamamən təmizlədim. Yəni toz deyilən bir şey qalmadı otaqda. İndi də buranı sadəcə silməyə qalır. Üzü silsəm gec olacaq. Dyson'ın nəm başlığı ilə təmizləyəcəm. Çünki hər dəfə get hamama yol gəl, çox vaxt aparacaq. Bu şəkildə silmək mənə elə gəlir ki, daha tez başa gələcək. Ona görə Dyson başlığına, Dyson'ın yaş başlığı ilə siləcəm yeri. Növbəti videoların birində də inşallah necə Dyson təmizləyirlər, onu göstərəcəm. Bununla silmək mənə çox rahat oldu. Çünki bir neçə dəfə sadəcə suyunu doldurmaq lazım idi, suyu balacaydı. Artıq bunların yeni modelləri çıxıb, inşallah büdcəm düzələn kimi onları almağa fikirləşirəm. Yaş başlıq, nəm başlıq ayrıdır, quru başlıq ayrı. Və sonra Ruslan gəldi, aboyları Ruslanla uşaqlar birlikdə sökdülər. Yerin təmizliyini göstərmək istəyirəm ki, Dyson'dan tərtəmiz olmuşdu. Ruslan əvvəlcə divarı suluyur adi su ilə. Ondan sonra aboyları bir-bir qopardacaq. Əslində bunu usta eləməli idi, amma Ruslan dedi ki, mən özüm eləmək istəyirəm. Baxmayın ki, bir otaqda, inanın ki, yer, göy, hər yer batdı, hər yer çirk oldu. Hər şey toz içində idi. Yəni mən onları neçə günə yığıb, yuyub qutarmışam. Yaşa-yaşa remont eləmək həqiqətən çox çətindir. Uşaqlar da Ruslana kömək edir. Onlar üçün əyləncəli şeydir. Nəyisə sökmək, qırmaq, dağıtmaq. Ona görə xoşlarına gəldi bu iş. Uzun zamandır da, bəlkə 1-2 ildir biz buranı remont eləmək istəyirik. Amma remontun müddəti təxmini 1 həftə çəkdi. 2 il beynimdə yük olmuş evi 1 həftəyə həll elədik. Büdcə olaraq da deyim ki, sonda görəcəyiniz otaq üçün hələ ki 2100 manatımız çıxıb. Bundan sonrası da var təbii ki. Nə çıxacaqsa onların da hamısını qeyd edəcəm. Sonda bir-bir qeyd edəcəm ki, nəyə nə qədər xərcləmişik. Uşaqlar otaqlarına boylarını sökdülər. Mən onlara bu işdə kömək eləmədim. Çünki çox yorğun idim. Bu günləri 2 yerə getmişdim. Həm Sumqayıtda, həm şəhərə dastavkam var idi. Ona görə biraz mənə yorucu gəldi bu işləri görmək. Uşaqları da futbola aparmışdım. Təsəvvür edin, remont gedə-gedə Əlinin məzun gününə hazırlaşırıq, balaca qızdırıb. Hər şey bir-birinə qarışıb da. Mən də həm çöldə, həm evdə. Usta da gəlir, işləyir, onlara yemək verməyə lazımdır. Çöldən də nəsə almaq lazımdır. Yəni, çox qarışıq idi da. Ən yorucu günlərim demək olar ki, geridə qaldı, həm də olsun. Demək, Məhəmməd qızdırmışdı. Görün başıma nə gəlib. Sonra qızdırandan sonra qarnı getdi. Mən də həkimdən soruşdum. Həkim dedi ki, Regidron ver, qarnını tutacaq da. Yəni, ən azından bədəndən su itkisinin qarşısını alacaq. Mən də getdim, dedim ki, Regidron istəyirəm aptekdə. Ona da dedilər, Regidron yoxdur, amma əvəzinə başqa tabletka verə bilərik, başqa paraşok verə bilərik. Dedim, nə fərqi var, əvəzinə verirsiniz, verin də yeni tərkib olsun, verin. Gətirdim evdə ChatGPT-yə göstərdim ki, deyir ki, bu qarın işləmək üçündür. Mən də biraz təəccüblü qaldım da, çünki ChatGPT heç vaxt mənə yanıltmayıb. Təzələn həkimə yazmışam ki, bəs Evanor verib əvəzinə. O da deyir ki, vermək olmaz da bunu, bu qarını açmaq üçündür, qarını işlətmək üçündür. Sənə bunu kim verib, niyə verib? Dedim ki, bəs Regidronun əvəzinə deyir, yox, bu onun əvəz edicisi deyil. Təzələn getmişəm aptekaya. Sumqayıtda aptek, mən sarayda qalıram.
onu dəyişdirmişəm, gətirmişəm. İndi təsəvvür eləyin ki, mən baxmasaydım, yoxlamasaydım, əvəzinə verdiyi şeyi elə uşağa versəydim, qarnı açılaydı. Biraz da nə vəziyyətə düşəcəkdi uşağın da siz təsəvvür eləyin də. Yəni, əczaçıların son dönəmdə apteklərin çoxalması, işçilərin çoxalması ümumiyyətlə savadsız işçiləri də çoxaldır. İnsan gərək nə iş görürsə görsün, ümumiyyətlə o işi bacarsın, görsün. Yəni, bacarmırsansa ən azı yoxdur deyə bilərsən də. Əvəzdə nəsə vermək məcburiyyətində deyilsən ki, tutaq ki, mən indi baxdım. Baxmayan biri olardı. Cəmaata nəşbət bəxt eləyirlər. Mənim başım çıxmır. Neysə. O qədər də üstünə getmək istəmirəm. O qədər də uzatmaq istəmirəm. Usta gəldi. Patoloku rənglədi, artıq polu vurur. Demək olar ki, bitirir ucu. Papa da gəlib sağ olsun bizə. Ruslan işdə olur. Ustaya nəzarət eləmək üçün. Əslində rahat oldu. Polu çox rahat vurdu. Düzdür, polun rəngi düşündüyümdən biraz açıq oldu. Demək, otağın 90% həll olunub. Polu vurduq. Patoloku rənglədik. Qaldı divarlar. Usta divarların göstərəcəm sizə. Bu hissələrini düzəltdi, düzləşdirdi. Dedi ki, bura qurusun. Birinci gün vurmuşdu. Dedi, dördüncü gün gəlib, aboyları vuracam. Artıq ustanın işi bitəcək. Mən isə qapı danışmalıyam. Jəlüz danışmalıyam pəncərəyə. Üstüra almalıyıq. Jurnalini stul almalıyıq. Masamız var, amma stullarımız yoxdur. Stul alacağıq. Saat almalıyıq bu otaq üçün. Bir də televizorun altına twisten tapşırmalıyıq, yığdırsın. Və masa üçün bir dənə namakatan parça görmüşəm. Ondan süfrəyə alacağım, ya tikdirəcəm. Bunların hamısı üçün sədərəyə gedəcək. Həmin o sədərəyə gedəcəyimiz vloqda sizlə paylaşacağım. İstəyirəm buramı tam bitirək, full olsun. Hər şeyi bir-bir seçirəm. Ümumi axırda bütün full otağı paylaşacağım. Ona kimi hissə videoları çəkib bir yerə yığıram. Belə, hələ ki divan da gələcək. Divan seçmişəm hazırda. Gözləyirlər ki, remont olsun gətirsinlər. Onların hamısını birlikdə gedib sədərəkdən alacağım. Usta 4-cü gün desə də 5-ci gün gəldi. Bütün ustaların aləti olaraq aboyu vurdu. Aboyu çox bəyəndim. Yəni divarda çox qəşəng durdu. Qiyməti də yəni o qədər baha deyildi açıq. Yəni bir rolon 25 manat almışdı. O çox münasib idi. İndi də divarların künclərini vurur. Nə deyirlər, süpürgəlikləri vurur. Bu da papanın əl işləridir. Allah razı olsun. Əli ora girmədi otağa. Xırda bir şeydir, xırda bir detaldır. Söndür onu ki, keç bura. Fərqli aura qatır ki, o qədər fərqli qatır ki, çox bəyəndim. Demək olar heç böyük, hələ ki lüstru taxmamışıq, amma böyük işığı demək olar yandırmırıq. Ancaq bu kiçik işıqları yandırırıq və çox gözəl görsənir, otaq uyğun görsənir. Sonda inşallah siz də görəcəksiniz. Evin remontu bitdi. İndi bu şəkildədir. Birazdan hardasa 2-3 saata divan gələcək. Ona kimi mən remontdan sonra təmizliyi eləyəcəm indi. Daha sonra divanı hazırlayacağım otağa. Tam təmiz yığışdıracağım. Belə. Yığışdırım, gəlirəm. Bu sayın hicabla iş görə bilmirəm. Ona görə hicabı çıxardacağım. Yığışdırandan sonra gələcəm. Artıq otağı tərtəmiz yığışdırdım. Bu masanın bütün hər yerini təmizlədim. Yeri 4 dəfə, 5 dəfə bəlkə də silmişəm, bilmirəm. Neçə dəfə silmişəm ki, təmiz olsun. Yaxşı, yaxşı. Ondan sonra indi də divan ustası zəng eləyib ki, gələcəm. Bunların birini 18 manatdan aldıq. Alanda da ata dedi ki, bilirsən, yəni o qədər də şey deyil də, işıqlandırmayacaq. Amma sağ olsun məni qırmadı, aldı. İnanın ki, evin aurasını, evin vidini o qədər dəyişir ki də bu kiçik işıqlar. Yəni, çox bəyəndim. İndi usta gəlib divanı da oraya quracaq. Birinci gün jəluzlarımız gəlir. Pəncərə qapını da geyib danışacağım. Və salam, bu otaq artıq bitdi. Oğlum, necədir, xoşuna gəldi? Divan gəlsin, hə? Dostlarım. Divanda gətirirlər artıq ustalar. Qəşəngdir parçası.
Bu yastıqları. Bu divanımız. Divanımız belə görünür. Üzbözündə də televizor olacaq burada. Belə. Qabağına da stol, mini stol qoyacaq. Все. Mən burada düşünürdüm daha çox yer qalar xalça üçün. Yəqin ki, xalçanı belə alaram. Belə. Çünki belə alsam, bunun altına girəcək bir hissəsi. Uca səliqəsiz duracaq. Ya gərək tamamen altına girsin, ya da gərək belə qarışıq da qoymaq olar. Amma pis deyil divan. Yəni divana vermişik çatdırılma daxil 869 manat. Yəni 3 metrdir. Burası da 1.75'dir. Yəni məncə yaxşı vermişik. Çünki mən burada baxdım 2000, ən ucuz belə düşovoy divanlar 1800 idi. Amma bir də nəzərə alın ki, bura bağ evidir. Yəni biz daimi burada yaşamayacağıq da ona uyğun mən aldım. O nəzərə aldım. Necədir qızlar, bəyəndiniz? Bir olsaydı deməli daha rahatdırsa. Beş qoyma olardı deyirəm ki orada. Ustalar gəlib jalüzdə quraşdırdılar. Ağ götürmədir, biraz belə boz. Tam ağ deyildi. Biraz bozdur, amma qəşəngdir. Qəşəng görünür. Bu şəkildə. Hələ ki pərdə olmayacaq, bundan istifadə edəcəyik. Pərdə hələ düşünməmişəm. Sonra baxarıq. Ruslan televizora vurdu. Hələ ki atlıq gəlməyib. Alta belə bir mebeli yığdırırıq. PlayStation'ı belə qoyurlar. Yəni pis görüntüdür də. İnşallah 3-cü vlogda gələcək. Orada da evin tamamən tamamlanmış halını görəcəksiniz. Mən nələr fikirləşmişdim. Onların hamısını tamamladıqdan sonra bir də 3-cü hissə gələcək. İnşallah.